hem sinüs 3x beraber 1 olsun hem de kosinüs 2x beraber menfi 1 olsun ki aparır yerine koyanda bu beraberlik ne olsun? Ödensin. Yani hem sinüs 3x beraber 1 hem de kosinüs 2x beraber menfi 1'i ödesin x. Bu o deməkdir ki bizim axtardığımız x bu iki tənliyin həllərinin kəsişməsi olacaq. Fikirlərin kəsişməsi olmalıdır. Və bunu necə tapırıq biz? Kəsişməni necə tapırıq? Öncə tənliləri həll edirik. Sinüs 3x beraber 1, 3x beraber pi böl 2 plus 2 pi k, x de beraber pi böl 6 plus 2 pi k böl 3. İkinci tənliyimiz kosinüs 2x beraber menfi 1. 2x beraber pi üste gel 2 pi n. 2'ye de bölsek pi bölü 2 plus pi n alacağım. Yani bizim x'imiz hem bu ifadenin doğru ödeməlidir hem de bu ifadenin ödeməlidir. Yani ikisini birlikte ödeməlidir. Yani kəsişməni götürəcəyik dediyim kimi. Kəsişməni tapmaq için tənliləri həll etdik ve bunları birbirine beraber edirik. Yani pi böl 6 plus 2 pi k böl 3 beraber pi böl 2 plus pi n. Bu ikisini ödeyen neydik? İfadəni tapacağıq. Beraber edək buradan k'nı m'ni ifade edəcəyik. Və yaxud da m'li k'nı fərqi yoxdur ikisindən birini. Önce pi'ye bölək. 6'da 1 üste gelek 2k böl 3 beraber 2'de 1 üste gelek n. Her tarafı 6'ya vursak 1 üste gelek 4k beraber 3 üste gelek 6n. Buradan alırıq ki 6n'i 4k'nı ifade etməkdənsə 4k'nı 6n'i ifade etmək daha məqsədə uyğundur. 4k beraber 6n üste gelek 2. K beraber 2'ye de iksir yaparsam 3n üste gelek 1 bölünsün 2. Deməli K bize ne? Tam ədəd olduğuna göre bak bu gördüğünüz bu ifade tam ədəd olmalıdır. Tam ədəd olması için gördüğünüz gibi 3n üste gelek 1. N ne olmalıdır? 3n eğer n cüt olsa üstüne bir gelen tek olacak. Axı tek ədəd 2'ye bölünmür. Onda belə çıxır ki n ne olmalı? Tek ədəd olmalıdır ki 3'e vuranın tek olsun, üstüne de bir gelen de cüt olsun. Yani n tek ədəd olmalıdır. N'i yerine yazacağıq biz ne? Tek ədəd bizi bildik ki 2m çıx 1 kimi yazırıq, düzdür?